Salam əziz izləyicilər, mən Aytən Salami. Astrologiyanı öyrənirəm və Astrolab kitablarının müəllifi, təlimçi astroloqam. Hal-hazırda izlədiyiniz veriliş Merkur retrosudur. Bu verilişdə biz keçmişə doğru bir səyahət edirik. Keçmişdə yarım qalmış duyğular, eyni zamanda yaşanmış hadisələrə bir nəzər salırıq. Çünki Merkur retrosu keçmişə getmək və tamamlanmamış mövzuları tamamlamaq deməkdir. İzləyicilərimin nəzərinə çatdırmaq istəyirəm ki, dəvət olunmuş qonağımın razılığı ilə doğum xəritəsi mənim tərəfimdən analiz olunaraq sualları tərtib olunmuşdu. İndi isə gəlin keçid edək bugünkü verilişimizin qonağına. Bugün studiyamızın qonağı uşaqlıq xatirələrimizin ən saf sədası olan, nəğmələri ilə bizi məktəb illərimizə aparan, eyni zamanda səhnədə kübarlığı və dərin ruhu ilə seçilən dəyərli sənətçimizdir. Onun doğum xəritəsinə nəzər saldığım zaman möhtəşəm bir astroloji portreti ilə üzləşdim. Çünki yüksələn bürcü Əqrəbdir. Ona səhnədə sirli və cazibədar bir aura verir. Günəş bürcü Balıq isə səhnədə həssaslıq və sənətkar ruhunu ortaya qoyur. Ay bürcü Qız isə onun bu emosional dünyasına daha çox polad kimi iradə və mükəmməliyyətçilik qatır. Biz bugün təkcə onun yaradıcılığı deyil, eyni zamanda o parlaq səhnənin arxasındakı ruh dünyasından danışacağıq. Qonağımız filologiya elmlər üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar artisti, dəyərli sənətçimiz Lalə Məmmədovadır. Lalə xanım, xoş gəlmisiniz. Xoş gördük Aytən xanım. Hər zaman sizi seyr eləyirik, dinləyirik. Mən özüm də sizə yazılmışam səhifənizə. Bugün mənə qonaq kimi dəvət ediləndə çox sevindim. Çünki bir astroloq kimi sizin dilinizdən özümü eşitmək istədim. Mən çox təşəkkür edirəm ki, dəvətimi qəbul elədiniz. Bugün burada verilişimin qonağı oldunuz. Həqiqətən də çox minnətdaram. Bildiyiniz kimi verilişini əvvəlində də qeyd elədim ki, bugün sizin icazənizlə sizin doğum xəritənizi analiz eləmişəm və suallarını tərtib eləmişəm. Bugün mən necə qorxuram. Sizin doğum xəritənizə bir Merkur retrosu eləyəcəyik. Həm arada əyləncəli məqamlar da olacaq, eyni zamanda müəyyən suallar da olacaq. İlk öncə Lalə xanım, bir sual vermək istəyirəm. Böyük ehtimal ki, bu izləyicilərimizə də maraqlı olacaq. Ziyalı, savadlı bir xanım kimi astrologiya sahəsinə münasibətiniz necədir? Astrologiya, bürclər. Çox yaxşıdır. Mən yadımdadır məktəbdə oxuduğum devirlərdə mən artıq 7-ci, 8-ci siniflərdə bizə bir fən də keçirilirdi, astrologiya. Və biz yadımdadır ki, bir qonşu qızımız var idi, indi də elədir, Günel. Yadımdadır, çıxırdıq biz balkondan, baxırdıq ulduzlara. Yəni, o vaxtda bu qədər ədəbiyyat da yox idi bu sahədə. Yadımdadır ki, bir onu oxumuşdum, bir də daha doğrusu onunla birgə biz göydə bürcləri axtarıb tapırdıq. Bir ara hətta belə deyək ki, buna bürc baxımından yox, sadəcə kainat mənə maraqlı idi. Ulduzlar, ay, günəş, göy-üzü, sehirli ailə. Çox maraqlı idi. Və bir də coğrafiya, tarixi də çox sevirdim deyənə. Bunlar hamısı belə, bilmirəm, mənim üçün bir-birinə bağlı bir sahələr idi. Sonra isə nağıllardan görürdük ki, məsəl üçün Şah sarayında münəccimi çağırırdı. Deyirdi ki, bax sən ulduzlara bax, gör ulduzlar bizə nə deyir. Əslində bu qədim dövrlərə qədər gedib, ta eramızın əvvəlki əsrlərə qədər gedib çatır. Amma nə gözəl ki, son illərdə artıq elm, texnikanın köməkliyi ilə biz bu elmin də dərinliyinə vara bildik. Mən hətta elə bilirdim, ancaq balıq bürcüyəm və salam, ilim də at elidir. Başqa heç də bilmirdim. Amma zaman keçdikcə yüksələn bürc, ay bürcü, doğumuz həmin o... Merkurimiz, Veneramız. Sonra bizim 12 evlərimiz var. Düz deyirəm. Tamamilə çox gözəl məlumatlısınız bu sahədə. Bəli, 12 evimiz var və bizim doğum xəritəmiz var. Doğum xəritəmizdə kombinasiyalar bizim həyatımızı, gələcək həyatımız barədə böyük məlumatlar verir. Amma astrologiya insanın taleyini müəyyən eləmir. Astrologiya insanın yaşayacağı enerjiləri qarşı tərəfə çatdırır, amma insanın iradəsi burada çox şey həll edir eyni zamanda. Doğru, doğru. Mən sizinlə tam razıyam. Biz buna möcüzəvi yaxud da bir sehirli bir şey kimi baxmamalıyıq. Bizim sadəcə bu bir elmdir və bu reallıqdır.
Və bizim həmin o 12 evdən ibarətdir ki, otaqlarımıza hər dəfə bir planet girib çıxır və onların da girib çıxmaqlarından asılı olaraq bizim əhval-ruhiyyəmiz, səhv eləmirəmsə, enerjimiz, hər bir şeydə dəyişir. Təsir eləyir. Mən bunu bəlkə sizin də qabaqlayacağam. Bir balıq bürcü olaraq son 3 il yarımda hiss elədim və öyrəndim ki, demin ki, balıq bürcündə Saturn birinci evdə olduğu üçün mən elə bilin ki, bir müharibədəyəm. Tamamilə doğrudur. Bir qaranlıq otaqda gözə görünməz bir düşmənlə vuruşuram və artıq o qədər yorğun düşmüşəm ki, anlamıram kimlə davan eləyirəm və bəzən də hətta bir dəfə müsahibə verəndə dedim ki, elə bilin ki, dənizin ortasındayım və mən üzməyi bacaran bir insanam və mən baxıram ki, buradan o məsafəyə mən gedə bilərəm. Amma gedə bilmirsiniz. Nə üzə bilirəm, nə də Allah Taala məni batmağa qoyur. Yəni belə bir durumdayam. Baxın, bircə onu öyrəndiyim budur. Mən də siz bugün görək mənə nə deyəcəksiniz. Tamamilə doğru vurğuladınız. Əslində çox böyük məlumatınız var və elə biz sizinlə tanış olanda da sizlə ilk söhbətimizdə siz dediniz balıq bürcüyəm. Mən dedim Lalə xanım bir Saturn tranzitindən keçirsiniz. Sizin doğum xəritənizdə iynənin gözündən keçir. Günəşiniz, Merkuriniz və Veneranız balıq bürcündədir. Düşünün siz 2023-cü ildən etibarən balıq bürcünün Saturn tranziti ilə sınanırsınız. Həqiqətən də o bayaq təsvir elədiyiniz o təsvir tamamilə doğrudur. Çünki Saturn bizim doğum xəritəmizdə önəmli planetlərimizə tranzit eləyəndə bizim həyatımızda maneələr, sərhədlər yaradır, blokajlar verir. Amma inanın ki, bu Saturnun tranziti artıq bitib, onu da vurğulayım. Çünki Saturn artıq Qoç bürcünə keçid edib. Siz bir rahatlama dönəminə keçəcəksiniz və çəkdiyiniz bütün əziyyətlərin, zəhmətlərin bəhrəsini görmüş olacaqsınız bu tranzitlərdə. Amma mən Saturna çox minnətdaram. Bəli. Saturn çox gözəl bir dərs keçdi, həyat dərsi keçdi. Belə önəmsəmədiyimiz şeyləri artıq önəmsəməyə başladım. Bəli, tamamilə doğru. Hətta həyatımızdan belə gördüyüm qədəri ilə bizim nə zamansa həyatımıza təsəvvür edə bilməyəcəyimiz o insanlarsız təsəvvür edə bilməyəcəyimiz insanları belə həyatımızdan nə cür, nə vaxt uzaqlaşdırdı. Məsəl üçün oturub fikirləşirəm, deyirəm demək ki, o insanların missiyası bura qədərmiş və bir də həm maddiyyat tərəfdən çox böyük çətinliklərdən keçdi. Çünki bilirsiniz ki, Veneranızın üzərindən balıq bürcü üçün maddiyyat heç zaman önəm daşımayıb. Balıqlar ümumiyyətlə başqa dünyanın insanları mən onlara adlandırıram. Çünki özümdən də görürəm ki, mən bu dünyada yaşaya-yaşaya paralel olaraq hansısa bir dünyada varam. Anlaya bilməsəm də, yəni onu dillə izah eləyə bilməsəm də və bu iki dünyada da mənim üçün pul önəm daşımır. Pul yalnız mənim üçün bir vasitə ola bilər, arzularımı həyata keçirim və bir də ətrafımdakı insanları sevindirim. Bütün bu şeylərə rəğmən mən önəmsəmədiyim üçün Saturnun mənə bu baxımdan da çox böyük kömək edəydi ki, artıq önəmsəməyə başladım. Saturn bizim xəritəmizə tranzit edəndə bizə böyük sınaqlar gətirir, amma eyni zamanda çox böyük mükafatlar verir. Həqiqətən onun dərsləri bizə çox gözəl, mənim mükafatım. Ona görə mən deyirəm ki, əslində astrologiyanı bilməyənlər, əziz izləyicilərimiz, Saturn sınaqlarından qorxurlar. Mən hər zaman deyirəm ki, Saturn sınağından heç zaman qorxmayın. Mən oturub gözləyirəm ki, nə zaman Saturn mənim karyera evimə tranzit edəcək. Çünki Saturn tranzit etdiyi zaman nə edir? İşdə, karyerada disiplin və ucalma, böyümə gətirir. Ona görə də Saturn sınaqlarından qorxmamaq lazımdır. Bəli, insanı biraz çətinliyə salır, amma insanı çox gözəl zirvəyə doğru aparır. Böyük dərslər. Görəsən, bütün bürclərə balıq bürcünə təsir elədiyi kimi eləyir Saturn? Yoxsa məncə ən həssas bürc olduğu üçün biz balıq onu çox belə çətinliklər keçirdir. Saturn balıq bürcündə biraz daha bəli, fədakarlıq, həssasiyyət, duyğular mövzusunda daha çox bizə dərslər keçir. Ən çox təsir etdiyi bürclərdən biridir. Amma balıqda olduğu üçün zaten ən çox balıqlara təsir elədi. İndi isə Qoç bürcündə tranzit etdiyi üçün 2 il yarım qoçlar deyil o. Qoçlar düşünsün. Qoçlar deyəcəklər, qoçlar hərəkət eləmək istəyəcəklər, amma hərəkət eləyə bilməyəcəklər. Bu onların sınağı olacaq. Səbir sınağı. Qoçların bəli, səbir sınağı olacaq. Anam, bacım da onlar Qoç bürcüdülər, amma onlar məsələn həmişə sözlərini deyən adamlardır. Biraz onlar da dincəlsin. Onların sınağıdır, bəli. Lalə xanım, deməli doğum xəritəsində belə bir kombinasiya var. Sizin günəş bürcünüz balıqdır, ay bürcünüz qız bürcüdür. Və burada belə bir
Aləm deyək bir-birinə. Bəli, eyni zamanda sizin xəritənizdə bir dolunay xəritəsi var. Yəni bir dolunay xanımısınız. Və siz dolunay nə deməkdir? Dolunay doğum xəritəsində ayla günəşin zidd bürclərdə olması. Günəş bizim daxili aləmimizdir, xarakterimizdir, ay duyğularımızdır. Xarakterlə duyğular arasında bir təzad, bir ziddiyyət yaşamaq və yaxud da bir çelişki yaşamağa bağlantılıdır bu və dolunay enerjisi biraz hardasa burada balıqla qız bürcünün xüsusiyyəti arasında qalmaq. Balığın o fədakar ruhu, o duyğular, o dərinlik enerjisi və qız bürcünün o mükəmməlliyətçilik, o disiplina enerjisi və bu iki enerji arasında qalmaq və yaxud da bu iki enerjinin balansını yaratmaq sizin həyatınızda belə bir çətinliyə səbəb olurmu? Bəzən fədakarlıq, bəzən isə hər şeyi mükəmməl eləmək arasında qalacağınız zamanlar. Mükəmməlliyə doğru hər zaman can atmışam. Amma mənə elə gəldi, bax mən bu qız bürcünü bilmirəm, ancaq mənə elə gəldi həmişə ki, mənim ilim at ilidir. Bəli. Və bu atın zəhmətkeş olmağı, işlək olmağı, heç bir çətinlikdən qorxmamağı, o balıq bürcünün biraz xəyalpərvərliyini, romantikliyini bir balaca, yəni ki, reallığa doğru çəkirdi. Mənə elə gəldi. İndi bu qız bürcü mənim üçün yenilik oldu. Qız bürcünün özü də reallıqdır, mükəmməlliyətçilikdir, disiplindir, struktur yarat, nizam-intizamdır, hər şey daha real baxmaqdır. Bir yanınız hardasa biraz daha xəyalpərəst, biraz daha fədakar, bir yanınız isə sizi daha real olmağa çağırır, daha hər şey həqiqəti görməyə çağırır. Biraz daha belə deyim, o balıq bürcünün xəyal aləmindən çıxardır o qız bürcündə olan ayınız. Mən özümü amma tam xəyal aləmində də hiss eləmirəm. Çünki ay bürcünüz qızdır. Ona görə. Bilirsiniz niyə görə edirəm? Yox, bəlkə kənardan görünür o, amma mən özüm onu hiss eləmirəm. Yəni oturum xəyallara. Mən məsəl üçün ola bilər insanlarla tanışdığımda yaxud insanları yaxınıma buraxanda o insanları görmək istədiyim kimi, bax o xəyalı qura bilərəm. Görmək istədiyim kimi görürəm. Bəlkə də onun artıq o mənə deyir o göstərdiyi iç yüzünü də görməzdən gəlirəm, amma bu mənim əlbəttə ki, əksimə işləyən bir şeydir. Mənə maraqlı oldu qız bürcünün disiplini. Disiplin və mükəmməlliyətçilik. Deməli, xəritənizin 10-cu evində, yəni iş və karyera sahəsində Saturn Şir bürcündədir. Və bu sizə sənət yolunuzda məsuliyyət və zəhmətlə gələn uğurları göstərir. Bu nə qədər orada olur? Bu sizin natal xəritəniz, doğum xəritənizdədir və insan iş və karyerasında əgər bir Saturn varsa 10-cu evində yüksəlmək, ucalmaq, hörmət olunmaq, sayğı duyulmaq və sənətdə ümumiyyətlə gördüyü hər bir işdə yüksək zirvədə olmaq deməkdir. Amma bu zirvə elə belə gəlmir. Məsuliyyətlə, zəhmətlə, əziyyətlə gəlir və siz bu yola addımladığınız dönəmdə bu çətinliklər sizi qorxuzdumu? Yəni bu Saturnun sınaqları, iş karyerada zəhmət çəkərək, müəyyən maneələr, blokajlarla üzləşərək gəlib bu karyerada ən zirvə dönəminə çatmışsınız. Hələ bu ildə çatacaqsınız, 2026-cı il sizin üçün çox uğurlu gələcək. Onu deyim, həm atilidir, eyni zamanda həmçinin Saturn sınağı getdi və Jupiter 10-cu evinizə, yəni karyera evinizə tranzit eləyir. İşdə, karyerada, səhnədə daha çox görünər olacaqsınız. Bəlkə buna görədir mən evdə tapılmıram. Bəli. Evdə uşaqlar şikayət edir ki, ana biz sənin üzünü görmürük. Demək, istədiyiniz o zəhmətdə hamısı razıyam ki, bu dedim axı ateliyəm və mən zəhmətə qorxmayan insanam. Amma bəzən də o dediyim xəyalpərvərlik deməzdim. Sənət baxımından mən gizlətmirəm. Ümumiyyətlə sənət adamlarının hamısı bilirsiniz ki, musiqiyə olan, əsr sənət adamlarına söhbət gedir. O musiqiyə olan sevgi onların zəhmətlərini də gözlərində belə deyək, yoxa çevirir. O qədər yəni işimizi sevirik ki, zəhmət belə, məsələn, mən bilmirəm, mən bəlkə bir saat gedib başqa bir istəmədiyim işlə məşğul olsam, o iş mənim üçün çox zülümlü bir şey görünər. Nəinki mən saatlarla studiyada, saatlarla kamera qarşısında durub, motor deyilən kimi bütün ağrı acımı unudub, hətta yəni baxmayaraq yuxusuzam nədirsə, unudub
deyirlər düzdür peşəkarlıq, amma mən peşəkarlıqdan da öncə sevgini deyərdim. O sevgi olmasaydı bəlkə mən bu zəhmətin qarşısında tab gətirməzdim. Tamamilə doğrudur. Zaten sənətçi ruhunuz, bax Günəş balıq, Merkur və Venera balıq bilirsiniz nə verir? Gözəl səs verir insana, gözəl istedad verir, sənətçi qabiliyyəti verir, səhnə enerjisi verir. O duyğuları siz səhnədə tamaşaçıya ötürə bilirsiniz. Ona görə siz bugün Lalə Məmmədovasınız. Yəni o duyğuları çatdıra bilirsiniz. Ona görə sevilirsiniz mahnılarınızdan, səsinizdən. Bunun zaten bir balıq enerjisi var. Çünki sizin günəşiniz bir kraliyyət ulduzu var. Adı Fomalhautdur. Və o ulduzla birləşimdədir. Və bu ulduzun birləşməsi bilirsiniz nə verir? Yavaş. Deməli necə oldu? O hansı ulduzdur? Fomalhaut deyə bir kraliyyət ulduzu var. Tarixi astrologiyada kralzadəganların xəritələrində göstərilən bir ulduzdur və bu ulduz əgər bir günəşlə birləşim yaşayırsa, bu zaman həmin insan güclü ruhani qabiliyyətə, kütlələrə xitab eləməyə meyilli insanlar olur, bəli. Daha çox tanınan, bilinən insanlar olur və daha çox bəli, belə deyim də o daxilinizdə olan duyğunu daha çox insanlara ötürə bilirsiniz. Və bu ulduzun birləşməsi sizə şan, şöhrət, kütlələrə xitab eləmək kimi enerjini verir. Baxın, necə çox qəribə bir şeylər var. Mən məsələ həyatda çox rahat bir insanım və şan, şöhrət, bütün bu şeylərə də məsələn heç vaxt iddialı olmamışam. Mən sadəcə səhnədə olmağımın bir səbəbi olub. Mən sadəcə oxuyanda xoşbəxt oluram. Mən musiqi ilə çox bağlı bir insanam. Mən elə gəlir ki, mənim hətta musiqiyə olan sevgim, mənim övladlarıma olan sevgidən də daha qədimdir. Mən hətta özümü tanımamışdan qabaq mən musiqini tanıyıb sevmişəm. Məncə mənim bu günləri səhnədə durub, yəni bu şan şöhrətimi tərəfini deyirəm, səhnədə oxumağımın mənə gətirdiyi şan şöhrətə iddialı olmamışam. Heç vaxt. Amma görürsünüz burada bu ulduz çıxdı ki, demək ki, o sevgidən irəli gəlib səhnədə olmuşam və o səhnədə də ola bilmədən insanlara sizdən asılı olmadan o ulduzun parlaması, sizin günəşinizlə parıldaması məhz bu enerjini ətraf insanlara verir və bu ulduzlar, kraliyyət ulduzları hər insanın xəritəsində olmur, onu vurğulayım sizə və bu xəritədə varsa həqiqətən də çox gözəl bir güc, görünmək gücü, enerji, insanı daha məşhur edən bir enerji olur. İnsana daha uğur və şans gətirən bir enerji var ki, bu da sizin doğum xəritənizdə bəli var. Lalə xanım, tranzit eləyəcəm sizin doğum xəritənizdə 2013-cü və 14-cü illərə. Sanki biraz həyatınızda dönüş nöqtəsidir. Saturn birinci evinizdən Əqrəb bürcündən keçir, krizlər, transformasiya dönəmi olub həyatınızda. O illərdə bir çox şey dəyişmisiniz həyatınızda və bugün hal-hazırda həyatınızın bu zirvəsindən o dönəmə baxanda nə görürsünüz? İtirdikləriniz, qazandıqlarınız, hal-hazırdakı Lalə? O dövrdə mənim itirdiklərim mənim böyük bir faciə kimi görünsə də, amma bu günləri anlayıram ki, onlar mənim bugünkü Lalə olmağıma xidmət edirmiş. Bəli. Ona görə də mən həyatımda heç bir yaşadığım, hətta xoşa gəlməz hadisəyə görə də belə heç vaxt peşman olmuram. Çox zaman deyirlər ki, həyatınızda məsələn nəyə geriyə qayıdıb, nəyisə silərdiniz, mən heç bir şeyi silməzdim və sadəcə bundan sonra elə bilirəm ki, artıq səhv eləmək şansımız azalır. Həm də adam artıq dərk elədikcə biraz özünə də bağışlaya bilir ki, niyə mən bunu elədim? Amma sonra baxıram ki, demək elə onu da eləməliymişəm. Bəli. Həmən anda Allah mənim ağlımı deyir, o başımdan almalıymış və mən həmin bu səhv addımı eləməliymişəm. Çünki sonradan onun nəticələrini görürəm. Və bir də bir şey çox inanıram Aydan xanım. Niyyəti təmiz və gözəl olan insanların həyatında nə baş verirsə, həmin onların o niyyətlərinə görə daha yaxşılığa doğru baş verir. Tamamilə doğru deyirsiniz. O yüzden də peşman deyiləm və 2013-2014-cü illərdə mənim yadımdadır ki, mənim həyatımda ailə həyatıma son qoyuldu və mən 2014-cü ildə ana oldum ilin əvvəlində. Əlbəttə ki, o mərhələdən bu yana çox şeylər həyatımda baş verdi, amma ona qədər olan da bir deyək ki, dönəm bitdi və yenisi başladı. Bəli.
Ondan sonra məni nə gözləyir? Yaxşı şeylər deyil də. Bundan sonra sizi çox yaxşı şeylər gözləyir. Çünki həqiqətən də həyatınızın krizli dönəmini geridə qoydunuz. Bundan sonra ancaq gözəl enerjilər var. İşdə karyerada yüksəlmə, artıq o Saturn sınağından çıxdınız, rahatlıq dönəminə doğru gedirsiniz. Ailə, ev mövzularında çox gözəl şanslar sizi gözləyir. Bunu ayrılıqda da deyəcəm. Həqiqətən də çox gözəl bir dönəmə keçirsiniz. Gəlin belə bir maraqlı, bir interaktiv bir belə deyim, məsələyə toxunaq. Mən sizin yaradıcılığınızda olan mahnıları seçmişəm və o mahnıları mən sizə deyəcəm və sizdən o mahnını bir bürcə bənzətməyinizi istəyəcəm. Bəli. Əgər o mahnı bir bürc olsaydı, hansı bürcün ruhuna uyğun olardı? İlk öncə mənim uşaqlıq illərimin mahnısı olan, əminəm ki, bütün izləyicilərimizin qəlbində böyük bir yeri olan, hələ də bu yaşımda da o mahnı dinləyəndə gözümdən yaş axıdıram və sizin ifanızda sözsüz ki, məktəb illəri. Əgər məktəb illəri bir bürc olsaydı, siz onu hansı bürc uyğunlaşdırardınız? Elə öz bürcümə, balıq bürcü. Balıq bürcünə. Tamamilə doğrudur. Duygusal xatirələr. O mahnını ifa eləyəndə mənim 19 yaşım olub və mahnı ifa olunandan 2 il sonra efirlərdə səslənib. O mahnıda mənim həyatımın da bir parçası var. O mahnıda mənim yaşaya bilmədiyim həmin o məktəb illəri də var. Məktəb illəri daha doğrusu yaşaya-yaşaya vətənimin, xalqımın keçirdiyi ən ağır günlər də var. Bilirsiniz ki, 1-ci Qarabağ müharibəsi həmin ki dövrlərə təsadüf eləyirdi və yalnız məncə bir balıq bürcü onu həssaslıqla ifa eləyə bilərdi. Tamamilə doğru deyirsiniz. Tamamilə doğru deyirsiniz. Keçmiş duyğular, nostalgiya və balıq bürcü. Sizin ifanızda növbəti bir gözəl mahnı səs mahnısı. Əgər səs bir bürc olsaydı, hansı bürc olardı? Məncə Dolça bürcü. Dolça bürcü. Nəyə görə Dolça? Çünki qızım Dolçadır və mən onu həyat sevərliyinə görə, həyata, düz indi onun gənclik dövridir. Mən nədənsə elə bilirəm ki, o bütün Dolçaların mahnısıdır və onlar həyata biraz bizdən fərqli baxırlar. Arjinal. Məsələn, balıq bürcü ürəklə düşünəndirsə, Dolça bürcü beyinlə düşünəndir. Tamamilə doğru. Məncə Dolçaların mahnısı. Tamamilə doğrudur. Bəs yaxşı. Kölgən olaram, bu mahnını bu arada çox sevirəm. Kölgən olaram mahnısını hansı bürcə oxşadarsınız? Orada biraz sir var, sehir var. Sizin yüksələn bürcünüzə də biraz uyğundur. Qız bürcü deyirsiniz. Əqrəb, kölgən. Kölgən Əqrəblər çox qürurlu olurlar, amma İnsanın kölgəsinə də çevrilirlər. Çünki hər şeyi gizli yaşayırlar. Qara izləyirlər. Amma əqrəblər çox qürurludular. O mahnı sözlərində biraz qürurdan kənardır. Məsəl üçün, mən amma əqrəblərə səni sevirəm uyğun görərdim. Qürurum səni sevirəm, səni sevirəm. Mən bu sözləri tək qəlbimdə deyirəm. Səni sevirəm, mən səni sevirəm. Amma mən bu sözləri tək qəlbimdə deyirəm. Qürurum heç eşitmək istəməyir. Sevirsən mənsiz sevdiyir. Məncə əqrəbləri gəlin səni sevirəm. Səni sevirəm qoyaq. Kölgən olaram isə mən indi taparam. Tamam. Kölgən olaram məncə bir dəqiqə mən bir dənə belə keçim. 12 bürcümüzdə bir də adlarını sayaq. Qoç, buğa, tərəzi olsun. Tərəzi. Bəli. Məncə tərəzi. Çünki hər zaman münasibətə yönələn ağıllı olurlar tərəzilər, amma yəni ki, məqsədli şəkildə deyil. Kölgən olaram, elə belə kölgən olaram. Tamamilə doğru, elə belə demirlər. Bəs yaxşı, yağış mahnısını hansı bürclə uyğunlaşdırardınız? Məncə xərçəng. O da romantikdir, o da belə, məncə xərçəng. Xərçəng, tamamilə doğrudur. Ən sevdiyim mahnı, son mahnılarınızdan biridir. Konum at gəlirəm. Buğa bürcü.
Buğa. Konum at, pul, para. Buğalardadır. Konum at gəlirəm Buğa bürcü. Biraz oxatanda da orada nəsə var, hə? Çünki nəyə görə? Oxatanlar biraz keyfə düşkün olurlar. Konum at gəlim, gələk, istirahət eləyək, yeyək, içək, kaçamaq eləyək, bəli. Oxatan bürcünün xüsusiyyətləri hardasa o da var. İkisi də var. O da, hə, ikisini də aid eləmiyorlar məncə də. İkisi də var. Lalə xanım, biz danışdıq sizə bürclər barədə. Mən bilmək istəyərdim ki, həyatınızda qaçdığınız 3 bürc, yəni o bürcü görəndə deyirsiniz ki, ay Allah, mən ondan uzaq durmaq istəyirəm. Çünki uyğunlaşmırıq və ya da problem yaradır və nəyə görə o bürcdən uzaq durmaq istəyirsiniz? Məncə həyatımda 3 bürc var ki, bu bürcləri mən hər zaman cəlb eləyirəm. Buğalar, qoçlar. Cəlb elədiyim deyəndə ikisindən tam əminəm. Amma bir də qız bürcü var ki, onlar mən elə gəlir ki, onlar heç vaxt mənim səmimiyyətimə belə inanmırlar. Onlar biraz şübhə ilə yanaşırlar mənim səmimiyyətimə. Qız bürcləri. Ona görə deyirəm, siz deyəndə ay bürcümdə qızdır. Mən ona görə qaldım ki, mən öz qız bürcləri ilə əslində mən onların da yaxşı xüsusiyyətləri var, mən onları qiymətləndirirəm, amma mən elə gəlir ki, bəzən lazımsız yerə özlərini yorurlar və ətrafdakılarını da yorurlar. Tamamilə doğrudur. Günəşiniz, Veneranız və Merkuriniz balıq olaraq qız bürcləri, ayınız qız olsa da, amma qız bürclərinin o mükəmməliyyətçiliyi, o çox aşırı bir şeylərin üzərinə düşməyi, detallara getməyi sizi yora bilər. Çünki bir balıq olaraq çox yorucu. Hətta qız bürcləri, mən bir qız bürcü olaraq deyə bilərəm ki, mən də qız bürcü. Bu xüsusiyyət inanın ki, qız bürclərinin özünü də yorur. Yəni, bu qədər detallara getməyim mənim özümü belə yorur. Bu qədər punktual olmaq istəməyim, hər şeyin ən yəni, qız bürcləri öz etdiklərini bilə qəbul eləmirlər. Öz etdiklərində belə mükəmməliyyətçilik axtarışındadır. Həm ətrafa yorurlar, həm də özlərini yorurlar. Məsəl üçün, bayaq adlarını çəkdiyim Buğa və Qoç bürcü çox qəribədir. Bu iki bürcün də nümayəndələri hər zaman belə, ya bəlkə onlar bilirsiniz ki, biraz çox belə fərqli həyata yanaşan və sözlərini deyən, yəni möhkəm bürclərdirlər. Amma ya onların həyatlarında romantik anlar çatışmır, ya balıq bürcünü görəndə onlara bir zərif ruh duymaq istədikləri üçün. Amma mən tamam biz fərqliyik. Məsəl üçün, Qoç və Buğalarla mən heç vaxt, amma hər zaman mənim həyatımda belə deyək, mənə doğru can atan və mənim onlara maraqlı olduğum o iki bürc var. Səbəbini deyim mi sizə? Deyim, mənə də doğum maraqlıdır. Doğum xəritənizdə yüksələn bürcünüz Əqrəbdir. 7-ci eviniz Buğadır. Böyük ehtimal ki, münasibət, partnyor mövzularında daha çox Buğa insanı sizə gələ bilər. Bu, yəni, təkcə qadın və kişi münasibəti deyil. İkili hər bir dost da ola bilər. Yəni, bu münasibətdə Buğaları daha çox cəlb edirsiniz. Çünki yüksələn bürcünüzün ziddiyyətində yerləşən bürc olduğu üçün o insanı özünüzə daha çox çəkirsiniz. Eyni zamanda Cənub ay düyümünüz Qoç olduğu üçün karmadan gələn münasibətləriniz, sizə problem, Cənub ay düyümünüz Qoç bürcü olduğu üçün, Cənub ay düyümü bizim doğulduğumuz zaman, bizim doğulduğumuz zaman biz Cənub ay düyümün enerjisi ilə doğuluruq, bizim komfort zonamızda. Eyni zamanda Cənub ay düyümü sizdə Qoç olduğu üçün Qoç bürcündə olan insanlar sizə karmadan gəlir və o sizə sınaqlar, problemlər yaşada bilər. Ona görə də o insanlarla heç zaman Qoç bürcü ilə heç zaman uzun müddətli bir yol gedə bilmirsə, hər zaman bir problem var. Hər zaman sizə narahatçılıq yaşadır. Mənim həyatım boyu mənim dostluq elədiyim insanlar var. Məsəl üçün, birinci atamla dünyasını dəyişmiş atamla başlamaq istəyirəm. Məsələn, anam Qoç bürcüdür, atam Əqrəb. Mən hər zaman atamla daha çox dost olmuşam. Çünki mənə ruhən o daha yaxın idi və gördüyüm işləri, musiqi ilə, yaradıcılıqla bağlı o mənə məsləhət verə bilirdi, o məni daha çox anlayırdı. Anam da yəni hər zaman yanımda olub, amma daha çox atamla bölüşmüşəm. Sonra həyatım boyu baxıram ki, məsələn, mənim yaradıcılığımda da belə indiyənə kimi dostluq elədiyim, istəyir Cavanşir Quliyev, Siyavuş Kərimi, bunlar da Əqrəb bürcləridir. Hələ indi yadıma düşən, Əqrəb bürcləri ilə çox gözəl mənim dostluğum var.
Tamam. Çünki yüksələn bürcünüz Əqrəbdir. Görürsünüz. Həyat hədəfiniz, dünyaya göz açdığınız anda siz Əqrəb bürcünün yersinə dünyaya gəlmisiniz. Ona görə birinci eviniz, həyat məqsədiniz, özünüz Əqrəb bürcü olduğu üçün Əqrəb bürcündəki insanlar sizə uğur gətirir. Həyat missiyanıza dəstək olur. Daha çox sizi anlayır. Çünki o enerjidəsiz. Mən gərək sizi çoxdan tanıyardım Aytən xanım. İnşallah ki, bundan sonra birlikdə sizə çox gözəl xəritə məsləhətləri verəcəm. İnşallah. Növbəti bir sualımı verəcəm. Lalə xanım, 12 bürcün 12-sində adını çəkəcəm. Və bu bürcləri qısa olaraq yaxın buraxmıram, uzaq dururam və yaxud da ki, dostam cavabını verə bilərsiniz. Qoç. Belə, 50-50. 50-50. Həyatımda istəmədən də, istəsəm də, amma mənim artıq ailə üzvlərimdən 2 qoç var və mən artıq bunlarla barışmaq zorundayam. O yüzden də olsun, yəni 50-50. 50-50, tamam. Buğa. Ayaqları Uzaq düzdür. durursunuz, yoxsa? Uzaq durmağa çalışıram, amma o demək deyil ki, onlar pis adamlardır. Bəli, sözsüz ki. Yox, qətiyyən. Məncə buğalar da onlarla da möhkəm dost olmaq olar. Sadəcə yəqin mənim qarşıma çıxan buğalar yəni çox belə fərqli olublar. Fərqli belə asıb kəsən dağıdan. Əkizlər. Və daha doğrusu buğalar mənimsəmə hissi güclü olan bir tamamilə doğrudur. Almağı sevirlər. Əkizlər. Əkizlərin arasında da dostlarım var, amma mənə elə gəlir ki, onlar hələ özləri öz taylarını tapa bilməyiblər deyənə. Yəni çətin ki, məndən deyir olsun, amma mənim həyatımda çox gözəl yaradıcı əkiz dostlarım var. O yüzden də məncə olar. Xərçənglər. Xərçənglər də balıq, xərçəng ikisi də suda, romantik, həssas. Amma mən elə gəlir xərçənglər balıqlara nisbətən daha realistdirlər. Bəli. Tamamilə doğrudur. Tamamilə doğrudur. Ona görə də olar xərçənglərlə də dost olmalılar. Bəs şirbüclər necə? Ondan dost olarsınız yoxsa uzaq durarsınız? Şirbücləri biraz mənə elə gəlir ki, emosiyalara, belə emosiyalarla insanı, qürur, emosiya. Çox emosional olurlar və onlar bir anda doğrudan da özlərini meşəni yox, bütün dünyanın şahı kimi hiss eləyə bilərlər. Səhv eləmirəmsə rəhmətli İlhami Quliyeva şirbürcü olmalı idi. Mən səhv eləmirəmsə. Bəli. Yox, indi İlhami xanım tək yox, mənim ətrafımda da var şirbürcüləri. Yəni yaxşı insanlardılar, amma mənə elə gəlir ki, elə öz emosiyalarında özlərini yandıra bilən insanlardılar. Ona görə də belə yarı-yarı. Qızları keçinmi? Qız bürcləri? Qızlar bürcündən mənim yaxın dostum yoxdur. O yüzden də yəqin ki, alınmayıb da. Bəli. Tərəzilər? Ağıllıdılar. Bəli. Amma mənə elə gəlir ki, biraz ürəkləri daha sonra gəlir. Məsələn, balıqlar ilk ürəklə düşünürlər. Bəli. Tərəzilər daha politikdir deyək. Ağıllıdılar. Məncə onlarla yaxşı dost olmaq olar. Amma bilmirəm, ürəkləri balıq qədər yanacaq yoxsa yox. Bax, ona qarant verə bilmirəm. Balıqlar daha çox fədakardırlar. Balıqlar qurban psixologiyasında olan bir nümayəndələrdir. O qədər fədakarlıq edirlər ki, özlərini qurban edirlər ətrafa. Siz bax, məsəl üçün, əyləşmişsiniz qarşımda. Siz hansısa bir probleminizi mənə danışa bilərsiniz. Siz mənə kömək istəməmsiniz. Siz amma o problemi danışa mən artıq beynimdə düşünürəm ki, mən bu insana necə yardım eləyə bilərəm. Və siz mənlə birlikdə o problemi yaşayacaqsınız. Məni hiss eləyəcəksiniz. Məsəl üçün, bir deyək ki, canı ağrıyan, xəstəxanada yatan bir yaxınıma gedirəm, baş çəkmə. Olmuş hadisələrdir bütün bunlar. Adamın diz qapağı ağrıyır. Mən gedirəm, onun yanında bir 15-20 dəqiqə otururam. 15-20 dəqiqə, yəni çox demə. Mən onun yanından çıxanda diz qapağım ağrıya-ağrıya pilləkənləri düşürüb. Deyirəm, mənə nə oldu? Diz qapağım ağrı, mənim bir problemim yox idi. Artıq o özünüzü o çəkdiniz. Artıq o qədər mənə gəlir ki, balıq bürclərinin də var da, bilirsiniz ki, mart balıqları biraz yırtıcı olur. Bu, mən fevral balığıyam. Fevralda da birisi də 7-8 gündür. Mən elə gəlir ki, mən o balıqlardanam ki, belə tutursunuz işığa, bütün qabırğaları hamısı görsənir, onurğası. Çünki siz Venera və Merkuri də balıqdır. Sizdə onun enerjisi daha çoxdur. Gəlir, belə ki, hamının nəyi var çəkirəm üstünə. Duyğuları, hissiyatı. Tamamilə doğrudur. Bəzən də görürsünüz ki, gözləmədiyim halda, amma
bəzən elə şeylər də baş verir ki, onlar mənə təsir eləmir. Çox qəribədir, belə şeylər də olur. Məsələn, mən son illərdə hansı seriala, hansı filmə baxdığım yadıma gəlmir. Mən anlayırdım ki, hər filmə, hər seriala. Əvvəllər cavan vaxtı belə deyək də, o yeniyetməlik dövründə bizim elə emosiyalarımız aşıb-daşırdı və mən oturub ağlaya da bilirdim, gülə də bilirdim ekran qarşısında, ona eləyə bilmirəm. Bütün enerjim gedir. Mən ağlasam da bütün enerjim gedir. Gülməyə yenə evi yoxdur, gülməyə yenə nəyə kompensasiya edir, amma ağlamağı nə ilə kompensasiya edeyim bilmirəm. Yəni həyatımız da zaten bizim çox belə keşməkeşli, oradan bura, buradan ora, qaça-qaçdayıq, qova-qovdayıq. O yüzdən də mən biraz emosional hadisələrdən uzaq durmağa çalışıram. Xəbərləri belə hətta açanda görürəm ki, xoşa gəlməyən xəbərlərdirsə, hamısının özümdən asılı olmayaraq, bütün deyək ki, belə həzm iramədən keçirdirəm də, bütün içalatımdan onu hiss edirsiniz hər birini. Əqrəblər. Dost olaram. Birinci evinizdir. O xatanlarla necə aranız? Dostlarım hələ ki yoxdur, bəlkə bundan sonra olar, amma onlar da yaxşı insanlardır, belə bilirəm. Onlar daha çox məclis insanları deyərdi. Keyf eləyək, dost olaq, həyatı yaşayaq, səyahət eləyək. Hələ ki çıxmayıb mənim qarşıma o xatan. O xatanlar daha çox nə dostum, nə bir ailə üzvüm yoxdur. O xatan bürcləri, onlar çox həssas ola bilmirlər. Ümumiyyətlə duyğularla hərəkət edə bilmirlər. Ona görə də görürsünüz, mən onlara maraqlı olmamışam. Tamamilə doğrudur. Oğlaqlar. Mənim balaca qızım oğlaqdır. Məsuliyyətli, disiplinli, çox ağıllı, çox ağıllı, zəhmətkeş. Hətta mənə qəribə görsən, o arada oturur mənə elə planlarını cızır, gələcək həyatını. Bəli. Ana, mən böyüyəcəm, mən sənə bütün dünyanı gəzdirəcəm, mən sənə ən gözəl şeylər olur. O artıq həyatının proqramını qurub. Artıq elə danışır ki, bir oğlaq bürcü. Çox. Dediklərinin hər birinə də çatacaq. Çünki oğlaqlar indidən uşaqlıqdan bir plan, proqram qururlar. Səbrlə ora çatırlar. Çox zəhmətkeş bürc nümayəndələridir. Amma hər zaman öz işlərində ən yaxşı yerlərə gəlib çatırlar. Doğru, doğru. Dolçalar. O da qızınızdır. Qızım, böyük qızım, o da dolça, o da bəzən amma görürsüz ki, bir soyuqluq görürəm hansısa bir hadisədə. İndi onu da bəlkə yaş dövründə nəzərə alım. Amma İnandırım sizi ki, üstündən bir yarım saat, bir saat keçir, görürəm, ürəyi yumuşalır və o bayaqları soyuqluq göstərdiyi bir hadisəni elə düzür qoşur yerinə, hər şey yeri yanında eləyir, gəlir, oturur və arada da deyirəm ki, bax sən bunu eləyəcəkdinsə, niyə bunu? Bence dolçalar baxmayaraq ki, deyirlər, ürəyi yoxdur dolçalarda, amma çox böyük ürəyi var. Böyük ürəkləri var, bəli. Onlar əslində kollektivin bürcüdürlər. Yəni, insanları anlayan, başa düşən, topluma xidmət göstərən bürc nümayəndələridir. Çox ağıllı məsləhətlər verirlər. Bəli, çox. Çox. Mənim məsləhət üçün böyük qızım. Gələcəyin bürcüdür zaten dolça. Yəni, texnologiyanın, inkişafın, astrologiyanın bürcüdür dolça. Onlar çox ağıllı, uzaq görən, müasir və tamamilə fərqli düşünən olurlar onlar. Bəxtim gətirib. Bax, bir dolça, bir oğlaq mənim evimdə. Bəli, həqiqətən də çox gözəldir, maşallah, Allah saxlasın. Və balıqlar bürcünün deməyə ehtiyac yoxdur ki, zaten balıqları sevirsiniz. Balıq sizin iç dünyanız, duyğularınız, düşüncələrinizdə zaten balıq enerjisi axır. Lalə xanım, mən sizə verilişimizin ənənəvi bir sualı var. Onu vermək istəyirəm. Və bu Merkur retrosunun sualıdır. Əgər Lalə xanım keçmiş həyatına bir Merkur retrosu etsəydi, yəni keçmiş həyatına bir nəzər keçirsəydi, hansı tamamlanmamış mövzunu tamamlayardı? Nə yarımçıq qalıb orada ki, siz o mövzunu atlamısınız, amma keçmişə dönsəydiniz onu tamamlayardınız kaş? Bu əslində çox belə dərin bir sualdır. Mən gərək ki, bütün həyatımı keçirdim onda nəzərdən. Məncə, ümumiyyətlə, mənim həyatım boyu mən tamamlanmamış şeyləri sevmirəm, yarımçıq şeyləri sevmirəm. Çünki istəyir yarımçıq sevgi olsun, istəyir yarımçıq dostluq olsun, münasibət olsun, hisslər olsun. O yarımçıq insanı hər zaman belə deyək, gözü arxada qoyur. Mən də doğulan gündən mən əksinə tamamlamağa çalışmışam hər şeyi. İndi yadıma sala bilmirəm ki, yarımçıq nələr qalıb məndə. Təhsil də almışam, ata-ana sevgisi də görmüşəm. Öz övladlarıma indi bilmirəm nə dərəcədə o sevgini tamlıqla verə bilirəm yoxsa yox, amma yəqin ki, onlar da böyüyüb anlayacaqlar ki, anaları yəni, hər bir şeydir, zərurətdən doğur. Məsəl üçün, mən əlbəttə istərdim ki,
ailədə, yəni tək bir tərəfli mən olmuyum. Övladlarımı, yəni ki, deyək ki, tam şəkildə, tam bir ailə içində böyüdüm, amma qismət. Həyat. Tamamlamaq, məncə tamamlamağa bir iş qalmayıb. Yarımçıq nələrsə qalıbsa da zaman keçəndən sonra onlar hamısı həyat gətirib qoyur qabağımıza və tamamlamağa bizə bir şans verir məncə. Tamamilə doğrudur. Lalə xanım, çox təşəkkür edirəm. Siz mənim bütün dediklərimi tamamilə doğru dediniz. Mən biraz özümdən şübhələnməyə başladım. Görəsən doğrudan hamısı doğru dedim. Yoxsa mənim xətrimə dəyməmək üçün dediniz. Yox, hər bir şey doğru dediniz. Hər bir şey sizin yanaşmanız idi. Çox təşəkkürlər. Verilişimizin sonlarına doğru gəldik. Amma sizə verilişimizin sonunda kiçik hədiyyələrim olacaq. Bəli. Lalə xanım, sizə yenicə işıq üzü görən ikinci bir kitabım var. Astrolav kitabıdır. Bu kitabda partnyorla bağlantılı çox gözəl məlumatlar yazılıb. Bürclər doğru partnyoru seçmək üçün bu kitab rəhbər vəzifəsi daşıyır. Burada öz bürcünüzlə, hətta övladlarınızın bürclərini belə qarşılaşdıra bilərsiniz. Uyğunluqlarınızı, fikir ayrılıqlarınızı, bir çox mövzuları burada öyrənə bilərsiniz. Bu kitabı sizə hədiyyə eləmək istəyirəm. Sizin üçün imzalamışam. Mən çox şad olardım ki, bu kitabı oxuyarsınız və mənə öz fikrinizi kitab barədə bildirəsiniz. Sevə-sevə Aytan xanım, bu əslində bizim hər bir insanın stol üstü kitabı olmalıdır. Çünki bayaq dediyim kimi bürclər, yəni bu bir elmdir. Nə? Bu isə bizə qarşıdakı illərdə kömək ola bilər. Yol göstərən bir xəritədir. Nə gözəl. Sevginin dili Venera, sevgi bağlarının açarım. Bax, bu gecə artıq oxuyanda artıq biləcəksiniz ki, sizin doğum xəritənizdə Venera nədir, Merkuri nədir, Günəş bürcünüz nədir, Ay bürcünüz nədir və həqiqətən də orada sözünüzü tapacaqsınız. Bir xüsusiyyətlərinizi. Bəli, sevgi, bolluk, bərəkət, maddiyyat, həyat komfortu ilə bağlantılıdır. Və bu balıq bürcündədir. Zaten sevgidə duyğular, fədakarlıq ön plandadır. Növbəti bir hədiyyəm olacaq. Lalə xanım, Silk Note markası var və bu marka əslində ipək şarflar üzərində işləmələri ilə məşğuldur. Amma bu seriya ilk olaraq eksklüziv sizin üçün hazırlanıb. Burada mən o markaya sizin doğum xəritənizi təqdim eləmişəm və bu kolleksiya bürclər kolleksiyasının ilk nümunəsidir. Burada sizin doğum xəritəniz, bürcünüz və hər bir kombinasiya üzərində işlənib. Siz baxa bilərsiniz. Açıb baxa bilərəm. Bəli, əlbəttə ki, baxa bilərsiniz. Nə maraqlı. Bu eksklüziv bir Azərbaycanda belə deyim ilk kolleksiyadır bürclərlə bağlantılı. Deməli, Silk Note. Bəli. Və onların sizin üçün hədiyyəsidir. Sevirəm hədiyyələri. Əslində alma vermə dəngəsi deyilən bir şey var. Bəli. Mən çox sevirəm onu insanlar arasında. Amma hiss edirəm ki, mən hədiyyəni verəndə daha çox sevinirəm. Balıq bürcüsüz ona görə alma vermək istəyirsiniz. Bu hədiyyəyə sevinməmək və bunu arzulamamaq qeyri-mümkündür. Nə maraqlı. Ay. Birinci özüm baxım, indi sizə göstərəcəm. Bu mənim artıq ayrılmaz bir aksesuarım olacaq. Balıq bürcü, planetləri və eyni zamanda bu sizin doğum xəritənizdir. Baxın, adım da yazılır. Bu sizə individual hazırlanıb və sizin doğum xəritənizi onlara təqdim eləmişəm və onlar onu orada çap ediblər. Bu ancaq sizin doğum xəritənizdir. Təşəkkürlər, Silk Note. Mən bunu hindidir. Çadramı sallam başıma, üz gözümü bəzərəm. Oğlum yoxdur, ona görə gedib ona qız axtara bilməyəcəm. Çox təşəkkürlər Aytan xanım. Sizə təşəkkürlər. Silk Note-a təşəkkürlər. Bu kitabı da mən artıq elə bu gecə artıq oxuyub bitirəcəm. İnşallah. Mən Silk Note-a təşəkkür eləyirəm. Yəni bu bizim torpağımızda, vətənimizdə istehsal olunan, yəni bunlar hamısı bizim adımızdır, bizim qürurumuzdur. Bugün ona görə demirəm ki, bu məhz mənim üçün məxsusi olaraq toxunur. Mən məsələn, haradasa Azərbaycanın adına görülmüş bir işləri görəndə, istəyir kitab olsun, istəyir bax bugün üstümə atdığım bu yaylıq olsun. Mən çox sevinirəm. Çünki bu vətənə, torpağa, baxın, biz bütöv bir Azərbaycan olmaq üçün nə qədər əziyyətlər çəkdik. Hələ bizim yaşadığımız dövrdə 2 Qarabağ müharibəsi gördük. Bu vətən uğrunda oğullar canını verdi. Amma bu vətən üçün axı yerdə qalanlar da nəsə eləməlidirlər. Məsələn, sizin kimi insanlar gedib əziyyət çəkib, oxuyub, gəlib bu kitabı. Bu bir işıqdır əslində. Bütün elm adamlarının, bütün sahələrdə yaratdıqları, bizim gənclərə aşıladıqları, bütün yeniliklər, elmi sirlər, bunlar hamısı bizə bir nurdur, işıqdır. Ona görə də sizin kimi insanların çox olmağını arzulayıram.
bu şərfin üzərində əziyyəti keçən hər kəsə, bax o ipəyin deyir, o baramasından tutub əziyyətini çəkən, bu dövrə qədər gətirib çatdıran hər kəsə təşəkkür eləmək istəyirəm. Var olun. Yaxşı ki varsınız, yaxşı ki bu vətən var, sizin kimi övladları var. Çox sağ olun. Mən çox təşəkkür edirəm Nailə xanım sizə zərifliyiniz üçün, gözəl auranız üçün və dəvətimi qəbul edib gəldiyiniz üçün həqiqətən də minnətdaram. Siz sağ olun, var olun hər zaman. Gözəl səsinizlə yenə də bizi, tamaşaçıları valeh eləyin. Sevirəm sizi. Sağ olun. Sağ olun. Sağ olun. Beləliklə əziz izləyicilərimiz, bir Merkuri retrosunun daha sonuna gəldik. İnşallah gələn verilişdə növbəti həyatın Merkuri retrosunda görüşənə qədər.